Dostlarım, salam. Ümidvaram ki, yaxşısınız. Sualım verirəm, amma bilirəm ki, yaxşı deyilsiniz. Bilirəm, ürəyiniz doludur. Mənim də ürəyim doludur. Danışılacaq yüzlərlə mövzu var. Problemlər buradan da artıq. Bilmirəm nədən danışım. Niyə belə oldu? Nəyə görə belə oldu? Biz buna layiq idik, yoxsa yox? Belə məğlubiyyətə və ümumiyyətlə biz Londona nəyə görə getmişdik? Səbəb nə idi? Yəni, əgər Big Ben-i görmək istəyirdilərsə, yayda da istirahət günlərində gedə bilərdilər. Futbolların olmayan zaman. Məqsəd nə idi? Buradan Chelsea azarkeşlərin səmimi qəlbdən təbrik edirəm. Əsaslı Azərbaycanda olan Chelsea azarkeşlərin çoxlu yaxın belə dostlarım var ki, Chelsea-nin azarkeşidir. Möhtəşəm qələbədir onların adına. Onların qələbəsini zərrə qədər belə aşağılamayacam. Möhtəşəm qələbə, təbrik edirəm. Son illərdə Barselonanı, yəni belə çiləyən olmamışdı. Barselonanı məhv elədilər. Yəni mən açıq deyəcəm, Chelsea o qədər möhtəşəm oynayırdı ki, o qədər gözəl oynayırdı ki, mən özüm ləzzət aldım bu oyundan. Yəni Chelsea-nin Barselonanı döyməsindən ləzzət aldım. Halal olsun, təbrik edirəm Chelsea azarkeşlərin. Başlayaq. Bəzi dostlarımız var ki, mənə yazırlar ki, Fuad, Chelsea-nin vurduğu qollarda offside var idi. Offside haqqında danış, hakimin şəxsi qərəzliyi haqqında danış. Xətlər çəkildi. Daha indi bilmirəm orada Photoshop var, Photoshop yoxdur. Amma yəni fakt şto, gözümüzün önündə olan xətlər bunlardır. Buna nəsə deyə bilmirik. Bəli, biz gözümüzlə gördük ki, həm Chelsea-nin birinci, həm də üçüncü qolunda oyuncular öndə idi. Barsanın müdafiəçilərindən öndə idi. Amma belə deyim, Stamford Bridge biraz kompakt stadiondur. Yəni Barselonanın və yaxud Real Madridin stadionu kimi deyil. Və doğrudan da tribunalar meydana çox yaxındır. Və Stamford Bridge biraz qeyri-adi stadiondur. Və bu qeyri-adiliyi onu daha da gözəlləşdirir. Bəli, burada rakurs məsələsi var. Rakurs çox önəmlidir. Bizim gözümüzdən hər şey tam başqa cürə görsənir, amma yuxarıdan əgər baxırıqsa, kamera ilə baxırıqsa, başqa prizmadan, başqa bucaqdan baxırıqsa, əlbəttə ki, tam başqa bir rakurs görə bilərik. Hakim haqqında danışmaq istəmirəm. Hakim mənə görə Slavko Vinčić ideal idarə etdi oyunu. Okey, ideal deməyək. İdeal biraz şirtdim. Yaxşı idarə etdi. Bəzi o ikinci dərəcəli faullarda komandalara güzəştə getmədi. Ən çox da Barsaya güzəştə getmədi. Amma belə kriminal bir şeylə yadda qalmadı. Yəni belə qlobal bir səhvi olmadı oyunda və hakim məncə doğrudan da yəni ideal idarə etdi oyunu. Yəni sadə o xırda epizodlara saymasaq idealdır. Yəni söz yox. Bəs niyə belə oldu? Nəyə görə belə oldu? Flick səhv heyətdən çıxdı oyuna. Bəlkə Pedri yox idi ona görə. Bəlkə rəhbərlik günahkardır. Bəlkə Chelsea belə canavardır ki, biz bacarmadıq bu komanda ilə. Yəni Sunderland kimi komanda Chelsea ilə bacardı, amma biz bacarmadıq. Bu necə olur? Mənə maraqlıdır. Flick əmi, sənin xətrin əzizdir, səni çox istəyirəm, səni çox istəyirik və əminəm ki, Azərbaycanda, ümumiyyətlə bütün dünyada olan Barselona azarkeşlərinin 90%-i Flick'in yanındadır və Flick'i dəstəkləyirlər. Biz bilirik ki, hal-hazırda Barselonada baş verən hadisələr Flick'a bağlı deyil. Daha doğrusu deyildi.
Amma bu oyunda Flick'in az da olsa səhvi oldu. Az da olsa səhvi oldu. Yenə deyirəm, mən Flick'i qınamayacağam. Flick mənə görə bu komandada toxunulmaz tək bir insandır. Adam minimal resurslarla oynayır. Demişəm bunu, deyirəm və deyəcəm də. Minimal resurslarla oynayır adam. Amma bizim bəyəm heyət Sunderland'ın heyətindən zəifdir. Okey, anlayıram indi Sunderland, Chelsea bu başqa motivasiyadır, başqa bir afişadır. Okey, anlayıram. Yəni bunu müqayisə eləmək düzgün deyil. Amma hardasa müqayisə oluna bilər. Okey, bəlkə biz Qarabağdan zəifik. Flick ən azından oyundan öncə Qafqazın Barselonasına baxmalıydı ki, görün bu Qafqazın Barselonası neynədir ki bu Chelsea-yə? Chelsea heç-heçəyə razılaşdı Tofiq Bəhramovda. Yəni Chelsea gəldi Bakıya, Qarabağla heç-heçəyə razılaşdı. Bilirsiniz bu nə deməkdir? Yəni oyunda dominant olan tərəf Qarabağ idi. Okey, Qarabağ bizim fəxrimizdir, Qarabağ gözəl işlər görür. Amma gəlin biraz obyektiv olaq da, əlbəttə ki Qarabağın heyəti ilə Barsat heyəti bir deyil. Qarabağ bu heyətlə 15-20 milyonluq heyətlə Chelsea futbol dərsi verir. Amma 1 milyarddan yuxarı heyətə sahib olan komanda Chelsea-yə outsider kimi döyülür. Bu normaldır sizcə? Problem burada indi Qarabağdadır, yoxsa Barselonadadır? Bəli, komanda məğlub ola bilər. Komanda uduza bilər. Bu bəxtsizlik amili ola bilər, səhv oyuna hazırlaşma ola bilər, məşqçinin yanlış qərarları ilə ola bilər, oyuncunun hansısa individual səhvi ilə ola bilər. Bu problem deyil. Problem əzmin olmamasındadır. Qarabağ Chelsea ilə oyna döyüşə çıxdı. Dedi biz döyüşəcəyik. Canımızı verəcəyik, amma döyüşəcəyik. Amma Barcelona əzm yox, istək yox. O rusların bir sözü var, strast yoxdur. O gözdə alov yoxdur, ötən ilki alov yoxdur. Problem bundadır. Komandada mental lider yoxdur. Problem bundadır. Başlayaq Flickdən. Hans-Dieter Flick əlbəttə ki, hal-hazırda minimal resurslarla oynayır. Rafinha kimi oyuncumuz zədəli idi, təzə qayıdıb. Juan Garcia təzə qayıdıb zədədən. Pedri qayıda bilərdi, qayıtmadı. Daha doğrusu, həkimlər məsləhət gördülər ki, Pedri bu oyunu oynamasın, çünki riskə getmək istəmədilər. Okey, aydındır. Yoxdur Pedri, canımız sağ olsun, amma yoxluğu bilindi və göründü ki, bu yarım müdafiənin dirəyi kimdir? Yarım müdafiədə Caicedo və Enzo Fernandez plus Reece James yəni konkret təcavüz elədilər də Barsaya. Yəni bildiyiniz kulturlu şiddət göstərdilər Barsaya yarım müdafiədə. Açıq deyəcəm. Yəni məhv elədilər. Futbolu da əsas yer mərkəzdir. Mərkəzi əldən verdinsə apar tulla. Apar tulla. Və nəzərə alsaq ki, Chelsea-nin cinahları yəni hiperaktiv, hipertexnikalı, hipersürətli oyunculardan ibarətdir. Estevao bir tərəfdən, nə bilim Neto bir tərəfdən, Garnacho o biri tərəfdən, nə bilim Kukurelia dayanmır. Siz Allah girin Kukurelia'nın cibinə baxın, görün Yamal orada gizlənməyib. Xahiş edirəm sizdən. Bir də girin baxın Kukurelia'nın cibinə. Flick nədə səhv etdi? Flick 100% o beyinlə oynadı ki, Rafinha təzə qayıdıb, tam oynamağa hazır deyil və ən azından ikinci hissədə oynayar. Yəni 1:45 dəqiqəni oynaya bilər də bu adam. Biz bunu gördük. Və sonda niyə bunu əsas heyətdə buraxmayasan? Nə fərqi var? Birinci hissə olsun, yoxsa ikinci hissə olsun? Ferran Torres. Dünən fan klubdan oyuna baxanda mən onu söymədiyim yer qalmadı. Yəni adam mənə əsəb elədi. Qardaş, Barsada belə oyuncu oynaya bilməz. Oyunun qırılma nöqtəsi idi o epizod. 9-cu dəqiqə idi, 8-ci dəqiqə idi. Ferran Torres o epizodu qola çevirsəydi,
Bugün biz tam başqa bir şey haqqında danışırdıq. And verirəm sizə. Yadıma düşür o epizod, dəli oluram. Yəni tüklərim biz olur ki, o epizodu necə reallaşdırmamaq olar? Necə onu qola çevirməmək olar? Mənə çatmır da, yəni mən bunu anlaya bilmirəm, başa düşə bilmirəm. Niyə bu adam oynasın? Pressing eləyən komandaya qarşı və pressingi daha rahat yara bilən komandaya qarşı niyə belə oynayaq? Biz oyundan əvvəl demişdik ki, Chelsea'nin ən böyük problemi pressingi yarmaqdır. Müdafiədən rahat çıxa bilmirlər bəzən. Və Barça da pressing hal-hazırda işləyir. Amma nabarod oldu, tam əksi oldu. Həm pressingi yardılar, həm özləri press eləyirdi, bizimkilər çıxa bilmirdi. Bu ildə nə qədər Ferrana top verdi, Ferran top bitirdi ortada. Nə qədər top bitirdi adam. Araujo. Sən Araujo'nu niyə oynadasan? Niyə oynadasan Araujo'nu? Sən bilirsən ki, Chelsea dayanmayacaq, pressing eləyəcək. Onların baş məşqçisi Maresca'dır. Adam Guardiola'nın tələbəsidir. Sən bunu bilirsən axı, Flick. Bunu mən bilməyə bilərəm, onu Kamran bilməyə bilər, onu filankəs bilməyə bilər. Amma sən bilirsən axı. Nəyə görə Araujo oynamalıdır? Araujo ayağı ilə oynaya bilmir axı. Müdafiədə Erik Garcia və Kubarsi tandemi olmalıydı. Və yarım müdafiə bilirəm, okey, Pedri yoxdur, Garcia'nı sən yarım müdafiədə oynadırsan. Bəli, box to boxsun, Garcia uğurlu bir seçimdir. Amma oyun qurması üçün playmaker kimi, dirijor kimi Garcia o deyil. Risk edib Olman oynatmaq olardı. Rashford təzə sağalıb, Rashford'u risk edib oynatmaq olardı. Rashford'un zədəsi yox idi ki onsuz da. Rashford grip olmuşdu. Bu adamı oynat da əsas heyətdə. Yəni əgər o əsas heyətdə, əgər zayafqada varsa, deməli bu adam oynaya bilər də. Qızdırmalı gəlməyib ki ora. Zədəsi də yox idi. Sadəcə olaraq grip olmuşdu. Onu oynada bilərdin Ferranın yerinə. Araujo. Hayda, mən özümə söz verirəm ki, çəkilişlərdə söyməyəcəm. Yəni çalışdığımız qədər daha biraz sakit olacağam. Amma alınmır da qardaş. Sən Allah bu üzdən İrağı rədd eləyin bu klubdan. Valla mən utanıram öncə Barça adı olaraq. Mən utanıram ki, Barçanın kapitanı belə bir oyuncudur. Həm mental olaraq, həm bir oyuncu olaraq mən utanıram. Belə bir şey olmaz. Belə müdafiəçi olar bəyəm. Yersiz hakimə etiraza görə qırmızı vərəqə. Yersiz foula görə, üzr istəyirəm, yersiz hakimə etiraza görə sarı vərəqə. Yersiz foula görə ikinci sarı vərəqə və qırmızı vərəqə komandanı qoyursan ayağında. Düzgün bir şeydir bu. Bəli, kapitan hakimə etiraz edə bilər. Gəlib öz sözünü deyə bilər. Amma o hakimin üzərinə elə şığıdır ki, əl-qol hərəkətləri ilə hakim dedi ki, bu mənim üstümə öcə gəlib agresiya ilə. Yəni agresiv gəlir üstümə. Sarı vərəqə. Sən kapitansan, ya sən komandanın məsuliyyət daşıyan oyunçusan meydanda. Yəni kapitan məşqçiyə bərabər bir statusa sahibdir stadionda. Yəni o meydanda 11 nəfərin arasında məşqçinin daşıdığı statusa sahibdir az qala. Budur mənim məşqçim. Budur mənim məşqçini əvəz edəcək oyuncum. Belə kapitan olar. Və bu 1 deyil, 2 deyil, 3 deyil, 4 deyil, 5 deyil. Hər dəfə Çempionlar Liqasında vacib oyunlarda Araujo gəlib səhv eləyir. Bir dəfə bağışladıq dedi, insandır, səhvdir eləyib. İkinci dəfə bizi finaldan elədi. Bəlkə də bizi kubokdan elədi bu adam. İndi yenə də demək olar bu adam bizi 8-likdən məhrum elədi. Demək olar məhrum elədi. Yəni artıq 8-liyə düşmək üçün, yəni gərək komanda maksimum dərəcədə nəticə verə və maksimum dərəcədə çox qol vura. Orada qol averajı var ona görə. İndi o haqda danışacağam birazdan. Əsas səbəbkar kimdir burada? Flickdən danışdıq, oyunculardan danışdıq. Əsas səbəbkar Laportadır və Dekodur. İnciməyin məndən. Bu adamlar rəhbər olmağa layiq deyirlər. Laporta Barçanı sevir, Barça ilə yaşayır, Barça ilə necə işlər görür. Mənə maraqlı deyil.
Mən də Barsanı çox sevirəm. Apar məni qoy Barsanın rəhbər yerinə, bəlkə də bir ay komandanı bankrot edib yola salaram. Çünki başım çıxmır o işdən. Başım çıxmır. Yəni bunu qəbullanmaq bu qədər çətin deyil. Bunu bacaracaq adam eləməlidir. Pique bir müddət əvvəl demişdi ki, Laporta yaxşı prezident deyil və ona etirazını bildirmişdi ki, ancaq danışmağı bilir, ancaq coplamağı bilir. Açıq-aşkar Pique dedi ki, qardaş, çıx çölə hamıya dilən ki, komandanın vəziyyəti pisdir və komandadan növbəti 3-4 il heç nə gözləməyin. Amma deyirsən, çıxırsan publikaya, hamını qaza gətirirsən, hamını həvəsləndirirsən. Biri var bu, yalancı dopamin ola. Biri də var bu, doğrucu dopamin ola. Yəni sən yalancı dopaminlə azarkeşləri alladırsan. Yəni eyfariyaya qatırsan onları. Onlar elə bilirlər ki, hər şey gözəl olacaq. Amma gözəl deyil. Maliyyə sıxıntıları var, nə problemləri var. Həll eləyin də bunu, qardaş. Buna nə vaxtda həll olunacaq bu məsələ? Komandanın pulu var, amma xərcləyə bilmir pulu. Bu nə məsələdir? Bu harda yazılıb bu? Bu nə deməkdir belə? Bir üstəgəl bir qaydasıdır, nə qaydasıdır? Buna biz qayda bilmirik, neçə illərdir. Başda transfer eləyə bilmirik, neçə illərdir. Atxod Rashfordu alıb gətirmişik, yenə də deyirəm. Rashford yaxşı oyuncudur, prosta Atxod statusundadır o. United bu dəqiqə istəmir onu adam. United özü mındar günündədir, United Rashfordu istəmir, deyir, rədd eləyin o yüzden, lazım deyil mənə. Yəni Rashford bu dəqiqə Unitedin bütün oyuncularından, hücum xəttindən daha çox rezultat verir komandaya. Amma istəmirlər. Deku. Okey də siz oyuncu ala bilmirsiniz. Razıyam. Pul yoxdur, razıyam. Bağışladım sizi. Bəs siz oyuncu da sata bilmirsiniz. Qardaş, mən qapıda 3 dənə qapıçı neynirəm? Ter Stegen'i niyə satmadınız siz? Niyə sata bilmədiniz siz? Biz Novruzdan bu haqda danışırıq. Novruz deyir ki, getmək istəmir də komandadan. Yo, Casemiro Realdan getmək üçün canı yanırdı. Ölürdü Casemiro Realdan getmək üçün. Gecə gündüz yalvarırdı ki, United'a gedəcəm. Mən United'dan başqa yerdə oynamayacağam. O da getmək istəmirdi də Realdan. Realdan Barsadan hansı oyuncu gedər ki? Bu nə məntiqsizlikdir belə. Heç bir oyuncu getməz Realdan Barsadan. Amma göndərirlər. Göndərəndə göndərirlər. Necə ilə getmək istəmirsən? Agenti ilə danışıb onu yola salmağa, satılmalıdır oyuncu. Səni görmürəm komandada. Çünki o qədər maaş verirsiniz ki, o gedəcəyi komanda o maaşı qarşılamağa çatmır. O da deyir ki, başa düşmədim, mən nə hərliyirəm? Mən Barsada 7 milyon, 8 milyon alıram. Mənə göndərmək istədikləri komanda mənə 4-5 milyon verir, 3 milyon verir. Lazımdır mənə, oturmuşam da burada. Oynamasam belə zordur. 8 milyon yığılır, şaqqa-şaq. Arauxon sən niyə sata bilmədin? Niyə sata bilmədin? Ötən ilin yanvar ayında Juventus yalvarırdı Arauxoya görə. Yalvarırdı, 60 milyon verirdi. Qardaş, klas olaraq bu müdafiəçi yaramır Barsaya. Yəni komandanın demək olar 50-60% yenilənməlidir. Yeni oyuncular gəlməlidir, statuslu oyuncular gəlməlidir. Yəni belə super ulduz almağa ehtiyacı yoxdur Barsaya. Onsa Barsa həmişə super ulduz alanda altın qoyur. Barsaya super ulduz səviyyəsinə yaxın, yəni orta səviyyəli oyuncular lazımdır ki, La Masia uşaqları ilə onları calaşdırıb ortaya güclü bir komanda çıxardasan. Başa düşdünüz nə demək istəyirəm? Bizə Wirtzlər lazım deyil, bizə Bellinghamlar lazım deyil, bizə Palmerlər lazım deyil, bizə orta səviyyəli oyuncular lazımdır. Amma potensiallı oyuncular lazımdır, gənc oyuncular lazımdır, bəzən təcrübəli oyuncular lazımdır. Bunu tutuzdurmaq lazımdır, bu balansı tutuzdurmaq lazımdır. Hal-hazırda disbalansdır komandada. Komandada ya çox belə yaşlı oyuncu var, ya da çox cavan oyuncu var. Ortalama yoxdur az qalır. Bu komanda yəni bu qədər Inigo Martinez'dən asılıdır. Biz hər belə məğlubiyyətdən sonra Inigo Martinez'i yada salmalıyıq biz. Mən qayıtdım dedim ki, Inigo Martinez'in yoxluğu Messi'nin yoxluğuna bərabərdir mənə görə. Hamı mənə lağ elədi ki, sən nə danışırsan? Hər oyundan sonra biz Inigo Martinez'i yada salırıq. Reelslər, nə bilim, TikTok, Instagram dağılır. Bütün gün ancaq şeylər gedir. Keçidlər var, nə bilim, şeylər var. Hazırlayırlar belə, editlər hazırlayırlar. Barsanın müdafiəsi dalınca deyəm Inigo Martinez. Çünki hamı bilir ki, problem bundadır da. Belə bir müdafiəsimiz yoxdur da. Qoyundur da. Bəziləri elə Kubarsini qınır ki, Kubarsi oynaya bilmir.
Kubarsi Arauxoya mane olur. Siz nə danışırsınız? Kimə mane olur? Kimə mane olur Kubarsi? Arauxo Kubarsiyə görə pis oynayır. Bu nə məntiqdir belə? Ötən mövsüm Kubarsi çox da ideal oynayırdı Inigo Martinezlə tandemdə. Amma Arauxo ilə oynaya bilmir adam. Bəli, Kubarsidə düşüş var, razıyam. Amma yəni bunun səbəbi o deyil. Yəni günahkar o deyil. Günahkar Arauxodur. Yəni Arauxo bildiyiniz kamikadzədir. Adam kamikadzədir. Gəzən bombadır. Bu qədər sadə. Amma hələ heç nə bitməyib. Biz ilk 8-dəyə də düşə bilərik. Buna şans var. Yəni belə deyim. Mən bu ona baxdım. Elə belə ən buradan baxım, elə sizə mən deyim. Misal üçün ötən mövsüm Çempionlar Liqasında 6, 7 və 8-ci yeri tutan komandalar. Leverkusen, Lille və Aston Villa. Bu komandaların hərəsinin 16 xalı var idi və 16 xalla ilk 8-dəyə düşmüşdülər və play-offda oynamadılar. Yəni Barsa da hal-hazırki bütün oyunlarında qalib gəlsə, yəni bu hansı oyunlardır? Frankfurtdur, Slavia Praqadır və sonda Kopenhagendir. Bu komandalar üzərində qalib gəlib qol averajın müsbətə çıxara bilsə, bəli, ilk 8-dəyə düşə bilərik. Burada artıq riyazi hesablamalar gedəcək, digər komandalardan xal işçisi gözləməliyik. Amma bunu unudun, bu hələ ki xulyadır, belə deyim, yuxudur. 24-lüyümüz olmalıdır məncə, 24-yə düşməliyik də, başqa variant yoxdur. Yox, utanmayın, orada düşməyin. Amma 24, yəni ilk 24-lüydə olsaq və 16-da bir finaldan başlasaq, qabağımıza Allahın bir lütfüsü gəlsə, biabır olduq. City-dən zaddan kimsə gəlsə, biabır olduq. Deyim, indidən biləsiz. Bu qədər sadə. Amma elə şans var, komandaya inanırıq, güvənirik. Flick də özü dedi ki, düzələcək, Barsa qayıdacaq. Görək nə olur. Bəlkə də ötən ilki PSG-nin aqibətini yaşayırıq. Hardan bilək? Tək ki belə olsun. Tək ki mən ümid edim ki, yəni belə olsun ki, PSG kimi birinci mövsümün ilk hissəsini batıraq, ikinci hissəsində nəsə hoqqa verək. Amma PSG-nin heyəti tam başqaydı, bizim heyətimiz tam başqadır. Gəlin biraz realistik olaq. Bildiyiniz kimi, gələn ilin mart-aprel ayları arası Barselonada prezident seçkiləri olmalıdır və burada 5 namizəd var. 5 namizədin hamısını tanımıram düzün desəm. Əsas namizədlər Joan Laporta və Victor Forddur. Font, üzr istəyirəm. Bu iki şəxsin arasında belə qızğın mübarizə olacaq Barselonanın baş vəzifəsinə təyin olunması üçün. Font 2021-ci ildə də öz namizədliyini vermişdi, irəli sürmüşdü, amma Laporta qalib gəlmişdi bu dəfədə. İndi bunların ikinci duel olacaq və məncə bu səfər Laporta qalib gələ bilməyəcək. Yəni, əgər situasiya belə davam eləsə, komandada vəziyyət bu halda olsa, mən Laportanın şanslarını görmürəm. Yəni, ola bilər, okey, titul qazana bilərik, amma komanda belə qeyri-stabil oynasa, əlbəttə ki, Fontun şansı daha çox olacaq. Əslində, mən nə Fontu tanıyıram, nə Laportanı belə tanıyırıq o heç. Fontu zadı bilmirəm, amma mən artıq Laportanı istəmirəm. Yeni era gəlməlidir, belə maraqlı bir adam gəlməlidir, statuslu adam gəlməlidir, alfa adam gəlməlidir. Gedib mətbuat konferanslarında ona buna nə bilim, Allah futbola baxsaydı Barsa azarkeşi olacaqdı deyən bir prezident lazım deyil bu komandaya. Bu komandaya Florentino Perez kimi statuslu, alfa, belə özünə hörmət qoyan adam lazımdır. İndi bəlkə inciyəcəksiniz, deyəcəksiniz ki, sən necə Barsa azarkeşsən ki, Florentino haqqında belə xoş sözlər deyirsən. Abdulsalam Murat, necəsən? Abdullah mən şey deyəndə, Florentino Perez deyəndə, daha onda böyük kiçik qoymur da, söyür saplayır onu. Elə bir ki, o Barsa azarkeşdir, mən Real azarkeşəm. Belə şey olar, ala. Öz prezidentlərini pisir, mən bunların prezidentlərini tərifləyirəm. Gür kimi prezidentimiz var, ala. Gür kimi prezidentimiz var, naşükür eləməyin də, qardaş. Adam canın qoyub, sizin üçün. Yəni, o klub üçün hər şeyini eləyib və doğrudan da hər şeydən nail olub adam. Söhbət buradan tituldan da getmir, klubun statusundan gedir. Adam imkan verməyib ki, klub öz statusunu itirsin. Başa düşdünüz nə demək istəyirəm? Buna görə Florentino Perez yəni futbolun xas atasıdır. Onun kimisi gəlməyib. Onun kimi prezident məncə gəlməyib. İndi bilmirəm gələcək yoxsa yox. Amma mənim son ümidim Gerard Pique'dir. İnşallah ki, nə vaxtsa bu adam gəlib Barcelona'nın prezidenti olar və ümid edirəm ki, olacaq. Gerard Piqué Barcelona'ya gəlsə, Barcelona tam başqa bir era gözləyir. Barcelona belə çiçək açacaq. Çünki Gerard Piqué ağzımdanca Florentino deyib.
Bu nə sevgidir Florentino, mən özüm də bilmirəm. Nəysə, Gerard Piqué tam başqa bir adamdır. Həm PR-ı güclüdür, PR üzərində yaxşı işləyə bilir. Həm belə finansal olaraq savadı var, təhsili var. Adam belə statuslu bir insandır. Baxmayaraq ki, Shakira ilə cükküldəşib və Qavinin maması ilə ona xəyanət edib. Yəni bu alfalığın dibidir. Bilmirəm bu xəbər nə dərəcədə düzgün bir xəbərdir. Mən bunu birinci dəfə də eşitdim o vaxt. Yəni hamı dedi belə bir şeydir. Yəni tüpürüm sənin zövqü və Piqué. Heç nə demirəm. Nəysə. Amma səni prezident kimi görmək istəyərdik komandada. Məncə partladardın sən və Piqué gəl xilas elə bizi baş verdim. Amma sənin gəlməyin azı bir 10-15 ildən sonra olar. Mən belə tez gözləmirəm. O vaxtda kim qalar, kim gedər, Allah bilir. Nəysə. Amma hər şey qoyuram bir kənara. Ciddi deyirəm də sizə. Tam ciddi sözümdür. Bilirəm siz də yorulmusunuz, mən də yorulmuşam. Doğrudan valla bezmişəm. Yəni bu komandadan yorulmaram. Olanlardan yorulmuşam. Mən dünən oyundan sonra da video attım sosial şəbəkələrə. Bu komanda illərlə titul qazanmasa belə, illərlə uğursuz olsa belə, heç nəyə namizəd olmasa belə, iddiaları olmasa belə, biz bu klubu sevəcəyik. Çünki biz bu klubu rənglərinə görə sevirik. Titullarına görə sevməmişik. Bəli, indi uğursuz dönəmimizdir. Yavaş-yavaş ayağa qalxmaq istəyirik. Belə qalxırıq, ayda yıxılırıq təzdən. Yenə də cəhd edirik, qalxırıq, təzdən yenə yıxılırıq. Amma adam yorulur. Başa düşdünüz? Adam bu loqonu daha nə qədər boş-boşuna öpər. O qədər bu loqonu belə öpmüşük hər məğlubiyyətdən sonra. Tüpürcəyimiz loqonun rəngini aparır. Yəni adam bəzən bezir. Biz də uğurlu olmaq istəyirik. Biz də istəyirik ki, komandamız bizim üzümüzü güldürsün. Bəli, titullar önəmli deyil. Amma azarkeşlər üçün az da olsa bir motivasiyadır, az da olsa bir qürur mənbəyidir. Gedirsən real azarkeşin yanında deyirsən ki, buna bax mən qazandım bunu. Nə qədər real azarkeşi gəlib deyəcək ki, qaqaş, bax 3 dəfə dalbadal Çempionlar Liqası qazanmışam. Bax 15 çılı var məndə. Halal xoşları olsun, yəni ona söz deyən yox. Yəni onlar onu necə qazanıblar, necə qazanmayıblar, onun mənə heç bir aidiyyatı yoxdur. Və mən ona görə də demirəm ki, indi Real Madrid 1 nömrədir, Barsa 2 nömrədir və yaxud 5 nömrədir. Titula görə mən elə şeyləri ölçmürəm. Komandanın ideologiyası var, strategiyası var, komandanın mentaliteti var. Buna görə Barcelona mənə görə dünyanın 1 nömrəsidir. Mentalitetinə görə mən Barsanı sevmişəm. O qurduğu struktura görə onu sevmişəm. Bəli, son illər bu struktur çökməyə doğru gedir. Barsa öz mentalından çıxır. Problem bundadır və məni yandıran budur. Amma biz də istəyirik uğurlu olaq. Biz də istəyirik ki, bu klubda bizim üzümüzü güldürsün. Nə qədər olar, nə qədər olar. Artıq 11 ildir ki, biz Avrokuboklarda uğur görə bilmirik. Görə bilmirik və ürəyimiz partlayır. Mənə bəzən sual verirlər ki, Fuad, biz 2015-ci ildə UEFA Çempionlar Liqasının qalibi olduq və maraqlısı budur ki, nəyə görə 15-ci ildən sonra biz belə uğursuz bir palasaya düşdük. Artıq 11 ildir ki, bu palasa davam edir və bu 11 il ərzində Barcelona Çempionlar Liqasında doğrudan da biabırçı nəticələrlə yadda qalıb. Biabırçı nəticələrlə yadda qalıb və Barcelona'nın bu son 11 ildə ən bəlkəm də uğurlu mövsümü ötən mövsümü idi. Təsəvvür edirsiniz bu nə deməkdir? Ən uğurlu mövsümü ötən mövsümü idi. Yəni komanda mübarizə apararaq, xarakter göstərərək gəlib yarımfinala çıxdı və yarımfinalda xarakterdən uduzdu. Mübarizə apararaq uduzdu. Qalan illərdə, ötən illərdə belə olmamışdı. Liverpool faciəsi, Roma faciəsi, nə bilim, o Lisabon faciəsi, yəni hansı ki Bayern 8-2 məsələsini deyirəm. Sonra o qrupda qalmaq məsələsi, Avroliqaya düşmək, yəni biabırçılıq da açıq danışaq. Bəs bunun kökü nədən gəlirdi? Bartomeu, Allah sənin bəlalı versin, o başqa məsələ. Yəni sən bu komandanın üstünə qoydun. Və 2015-ci il Barcelonasının ən böyük problemi onda oldu ki, komanda treble edəndən sonra bilirsiniz oyunçular hansı aurada baxdılar futbola və rəqiblərə. Biz bunları gözü yumulu eşərik. Barsada çox böyük bir ego yarandı. Komandada çox böyük özünə inam yarandı. Təəssüflər olsun ki, bu xoş xassəli bir inam deyildi. Bu motivasiya idi sadəcə olaraq, disiplin deyildi. Komandada motivasiya var idi ki, onu yolum, bunu yolum, onu yolum, amma disiplinləri yox idi. Komanda, bəli, Tottenham'i yola bilərdi. Komanda sadə rəqibləri, Lyon'u yola bilərdi. Amma gəlib
daha disiplinli, daha taktik, daha belə komanda ruhlu komanda ilə qarşılaşanda dombalırdı. Bu göz qabağındaydı. Biz o gün danışırdıq. Sən MS'in hücumuna sahib bir komandasan və 2017-ci ildə gedib Juventus'a səfərdə 3-0 udursan, gəlib öz evində bir gol belə vura bilmirsən. Sən hücumunda MSN oynayır. Bu necə olur? Bəli, yarım müdafiədə problemlər vardı. Iniesta'nın son mövsümləri idi artıq. Rakitic o klas değildi. Andre Gomes var idi və yaxud Arda Turanımız var idi. Elə hücum xəttinin, belə yarım müdafiə xətti və elə müdafiə xətti. Bilirsiniz, komanda sırf olaraq Messi'nin üzərinə qurulmuşdu və biz o gün danışanda ki, Messi gəlib komandada konkret olaraq monarxiya qurdu və dedi ki, bura mənli idi. Yəni, mən buranın ağsaqqalıyam, mən buranın yiyəsiyəm və belədir. Suarez gəldi, o girdi və o ilə dostlaşlar klubu idarə olundu. Yəni belə, əsas futbol oynayaq da mırtdaşaq, futbolun başını buraxaq. Bizim olsa klasımız bizə yetər, biz həll eləyəcəyik. Belə, uğurlarımızın davamı çox böyük ola bilərdi. Komanda daha məsuliyyətli, daha biraz rasional olsaydı və daha samballı baş məşqçimiz olsaydı ki, bunlara şapalaq vurardı ki, öz-üzə gəlin, futbol oynayın. Bunlar o qədər arxain idilər gözlərindən. Özləri də görmədilər ki, biz biabır oluruq. Onlar öz güclərinə inandılar. Ki, biz canavarıq, bizim kimi hücum xətti yoxdur, bizim kimi komanda yoxdur. Amma o bir mövsümlük o uğur, bir mövsümlük o dominantlıq bizi 11 il dala salıb. Mən razı idim ki, o 2015-ci ildə biz çempion olmayaq. Amma o 11 il ərzində azı biz 2-3 dəfə bəlkə çempion ola bilərdik. O 2015-ci il çempionluğu bizi tələyə saldı. Komandanın rəhbərliyi aldatdı, komandanı ideal şəkildə göstərdi və sonumuz belə oldu. Və bu komanda yenidən qurulmalıdır. Yenidən qurulmalıdır. Həm mental olaraq, həm rəhbərlik olaraq, həm psixoloji olaraq, həm fizik olaraq. Dostlar, məndən bu qədər. Həvəsdən düşməyin, hər şey yaxşı olacaq. Sizdən artıq dərəcədə xahiş edirəm, videoyu bəyənməyi unutmayın. Çünki baxıram videoya baxış gəlir, kommentlər gəlir, amma bəyənmə çox azdır. Yəni bu özü də mənə xoşdur, amma motivasiya alıram ki, o bir nəfər o baxır video bəyənir onu. Bəyənmirsənsə dislike da ata bilərsiniz, problem deyil. Əsas odur ki, yəni nəsə eləyin. Yəni bu mənə motivasiyadır. Nəsə öz fikirlərinizi bildirin, şərhlərinizi yazın, çalışdığım qədər cavab verməyə çalışıram. Belə, hamınızı öpürəm bir daha. Var olun. Futbola baxın, futbolu sevin. Barcelona azarkeşi olun. Haqqın yolu budur. İndi güvədə. Viska Barsa, Viska Katalonya.